Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda Köhnə Bazarın qarşısında Kristal Uçuran bir yaşayış kompleksində girişdə olan 9 mərtəbəli binalardan birində 8-ci mərtəbədə satış hüququ bizdə olan, hasarı məndə olan, ümumi sahəsi 84 kvadrat metrdən ibarət qanuni 3 otaqlı, skvazno, yel çəkən, hazır kupçalı, heç bir kredit borcu olmayan bir mənzil çəkib təqdim edilir. Mənzil dəhlizdən təqdimat aparmışıq. Mənzilin giriş qapısı dəyərli izləyicilər. Səliqəli mənzildir. Yəni mənzildə belə böyük təmirə ehtiyac yoxdur. Mənzilin sanitar qovşaqları ayrı-ayrıdır. Sanitar qovşaqlardan geçən darxulluqda sağda 1 sanitar qovşaqdır. Sağdan sola təqdimat edək. Hər bir ardıcılıqda təqdim edəcəm bütün mənzil sahələrini. Mənzilin bir yataq otağıdır. Burada da bu gördüyünüz əşyalar götürüləcəkdir. Mənzildə əsli sistemi, kombi radiator batareyaları vardır. Orta bir mənzildir, küncə düşmür, skvazno yel çəkən bir mənzildir. Mənzilin mətbəxidir, qanuni proyektlə mətbəxdir, dəyərli izləyicilər. Mətbəx mebeli əla vəziyyətdədir, yeni kimidir. Qaz filtrəsi, aspirator vardır. Mənzilin eyvanlardan birinə keçid buradandır. Bu eyvanda plastik şkaflar vardır, kombi aparatı, qaz sayğacı və digər ərazilər də sizə təqdim edək. Bura mənzilin digər bir yataq otağıdır. Orijinal proyektdir. Proyektdə heç bir dəyişiklik edilməmişdir, dəyərli dostlar. Polu da tərtəmizdir, yəni səliqəlidir. Və mənzilin ikinci bir sanitar qovşağı, qeyd etdiyim 2 sanitar qovşağı var, ikinci bir sanitar qovşaqda buranın da aksesuarları vardır. Və mənzildə sizə təqdim edirik, dəyərli izləyicilər. Bura mənzilin qonaq otağı zalıdır, geniş bir qonaq otağı zalı. Demək olar ki, kvadrat şəklindədir, çox böyükdür. Qonaq otağı zalı qiymət və digər ətraflı məlumat üçün müraciət edə bilərsiniz. Ünvan tanınır, qazı, suyu, işığı, sürətli lifti, yeraltı qarajı vardır. Dəyərli izləyicilər, əgər sizin də Xırdalanda Masazırda yeni tikili, köhnə tikili, apartman tipi binalarda hər saatlığa makininiz varsa və paket kupçalı həyət eviniz varsa bizə müraciət edin. Bizi YouTube, Instagram, TikTok'da izləməyə davam edin bu günə. Bu qədər. Çox sağ olun.